Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir telefonu təmirə gətiriblər. Müştərinin dediyin yerə qudok yoxdur. Və burada bir şeyin şahidi oldum. Bura membran knopka yığılıb. İndi biz bunu bərpa eləyək, ortanı nəticəni bir yerdə izləyək. Qabı da bu vəziyyətdədir. Öncə buradan başlayaq. Vurduq, hissəni təmizlədik. Demək, bu qaydada membrandan yığılıb. Yəni, bu düzgün deyil. Yəni, bu palasa membrana aid deyil. Bu hissəni də çıxartdıq. Burada nə görürsə, hər bir şeyi təmizləyək. Membranı da ayırdıq, bunu təmizləmək üçün. Hər bir hissəni detal təmizlədik, kömürləri kəsdik. Üstdən çıxan dəmir faliqalar, membranlar, belə deyək, öz kömürləridir. Budur diametri. Qabın içi də təmiz, dəmirlərin parlaqlığını özünə gətirdik. Bu hissədə olan iki yuvacıq mis, onların parlaqlığını özünə gətirdik. Orijinal Pirelli Michel kömürlərini vuraq. Orijinal Pirelli Michel paxlava kömürlərini vurduq. Köhnələr öz yerində, ekranı yerinə bərpa elədik. Demək, dəmirlərin parlaqlığı öz yerində, vibra açılqanı da qoyuruq. Demək, hər bir şey təmizlədik. Bunu digər usta tərəfdən açılanda zədələnib. Demək, fikir versək, Charging 480, yəni o deməkdir 7 saatdan artıq olmaz və bu modellərdə dolanda burada işıq sönür. Yəni 7 saatdan artıq olmaz qoymaq zərətkiyə. Vizual yoxlayaq. Demək, fikir versəz, burada Charging 480, yəni 7 saatdan artıq olmaz qoymaq zərətkiyə. Bütün knopkalar pambıq kimi işləyir, xəttə də qoşaq. Dediyim işıqdır, bu dolanda sönür. Zərətka gedir. Demək, qudok var. Nömrələr basılır. Bu qədər şad xəbər eşitsinlər. Çox sağ olun izlədiyinizə görə.